Martın 12-sində Bakıda Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb. İftar süfrəsində Quran-ı Kərimdən ayələr səsləndirilib, şəhidlərimizə Allahdan rəhmət dilənib. Kur'an çünkü kıyamete kadar hükmü geçer. Peki Rabbimiz yemin ettikten sonra uyarısı, tehdidi, dikkat çekmesi nedir? İftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycanın ictimai-siyasi xadimləri, həmçinin qazilər və şəhid ailələri, eləcə də tələbələr iştirak ediblər. Kaybedenler listesinde yazılmayacaklar. Keşke diyenler listesinde yazılmayacaklar. Kaybedenler listesine yazılmayabilir. Mesela namaz kıldınız. Beynəlxalq Demokratlar Birliyinin Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq Demokratlar Birliyi 2004-cü ildə Almaniyada yaradılıb. Hazırda dünyanın 32 ölkəsində 57 şöbəsi ilə fəaliyyətini davam etdirir. 2004 yılında Almanya'nın Köln merkezinde kurulmuştur. Şu anda dünya genelinde 32 ülkede 57 şubesi olan bir STK tarzında çalışmalarına devam etmektedir. Nasıl bir çalışmalar yürütüyorsunuz? Buradaki UID'nin özellikle yurt dışında yaşayan Türk vatandaşları ve Türk topluluk vatandaşlarının karşılaşmış oldukları sosyal, siyasi ve kültürel sorunlarına çözüm üreten bir kurumdur. Aynı zamanda bizler UID Azerbaycan olarak Azerbaycan ve Türkiye arasındaki birliğimizin, beraberliğimizin, dayanışmamızın ve kardeşliğimizin en yüksek seviyelerde olması için yapılan bütün çalışmalarda gönüllü olarak yer alıyoruz. Sayın Cumhurbaşkanlarımızın almış oldukları kararlar ve göstermiş oldukları hedefler doğrultusunda yapılan bütün çalışmalarda UID'de bulunuyor. Şu anda bu ay Ramazan ayı içerisinde 32 ülkede de UID'nin geleneksel iftar programı düzenleniyor. Bugün 12 Mart tarihinde Azerbaycan UID olarak bizler de programımızı yaptık. Burada düzenlediğimiz yaklaşık şu anda 900 kişilik bir iftar programımız olacak. Bu şu anda ilk defa bu kadar büyük bir iftar programı düzenleniyor. Programımızda özellikle öğrenci arkadaşlar var. Burada eğitim alan Türk ve Azerbaycanlı öğrenci arkadaşlarımız var. Öğretmenlerimiz var, iş insanlarımız var, diplomatlarımız var. Güzel bir iftar programı olacak inşallah. Türkiyənin sabiq Xarici İşlər Naziri, Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycanla Türkiyə arasında əlaqələrin böyük tarixi olduğunu söyləyib. Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov deyib ki, Ulu Öndər Heydər Əliyev bir millət, iki dövlət olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi istiqamətində prinsipal siyasət həyata keçirib. Nəticə etibarilə iki qardaş ölkənin dostluq və tərəfdaşlıq əlaqələri dünyada nümunəvi xarakter alıb. Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün qonaqları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib, bu ayın mahiyyətindən danışıb, Uca Allahdan bütün oruc və namazların qəbul olunmasını diləyib. Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım deyib ki, Azərbaycan-Türkiyə münasibətləri 2021-ci ilin iyunun 15-nədək Şuşa şəhərində imzalanan Şuşa bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılıb. Bununla da Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olublar. Digər çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyindən danışıblar. Allah'ın yaratmış olduğu bu güzelliği ben seni dinleyemem şu anda diyebiliyorum. Ülkemizi ve İslam dayanılmaz acılar yaşatma. Eşhedü en la ilahe illallah. Ziya Hikmətoğlu, Müqabil Bəbirxanov, Səs TV. Uyarısı